Yer kürəsində elə bir yer var ki, oraya kosmosdan baxanda sadəcə qara bir boşluq görürsünüz. Cənubunda işıqlar içində parlayan Cənubi Koreya, şimalında nəhəng Çin. Ortada isə zülmət. Bura Şimali Koreyadır. 25 milyon insanın yaşadığı, amma səsinin çıxmadığı nəhəng bir həbsxana. İllərdir bizə oradan qaçanların hekayələrini danışırlar. Amma heç kimin hekayəsi Yeonmi Park'ınki qədər səs-küylü, təsirli və son dövrlərdə bir o qədər də qalmaqallı olmayıb. 13 yaşında donmuş çayı keçərək azadlığa qaçan, insan alverçilərinin əlində oyuncağa çevrilən, səhranı piyada keçən o balaca qız. Necə oldu ki, bugün Amerikanın ən çox müzakirə edilən siyasi figurlarından birinə çevrildi? Necə oldu ki, bir vaxtlar dünyanı ağladan bu qız indi Amerikanı Şimali Koreyaya bənzətdiyi üçün tənqid atəşinə tutulur? Bugün biz sadəcə bir qaçış hekayəsini dinləməyəcəyik. Biz Yeonmi Park fenomenini analiz edəcəyik. Hazırsınızsa, başlayaq. Hekayəmiz 1993-cü ildə Şimali Koreyanın şimal sərhəddində Yesan şəhərində başlayır. Yeonmi Park dünyaya gələndə ölkə tarixinin ən dəhşətli dövrünə, rəsmi adı ilə məşəqqətli yürüşə qədəm qoyurdu. Bu, sadəcə iqtisadi böhran deyildi, bu kütləvi aclıq və ölüm idi. Yeonmi Park öz kitabında yazır ki, onun ilk xatirəsi aclıq yox, qorxu idi. Çünki Şimali Koreyada divarların da qulağı var. O, uşaqkən anasının ona dediyi sözləri heç vaxt unutmur. Düşünün, bir uşaq öz fikirlərini dilə gətirməkdən qorxaraq böyüyür. Çünki səhv bir söz təkcə səni yox, 3 nəsil ailəni həbs düşəyinə göndərə bilər. Yeonmi'nin uşaqlığı paradokslarla dolu idi. Atası hakim partiyanın üzvü idi və Yesan'da metal ticarəti ilə məşğul olurdu. Bu, qara bazar idi. Amma rejim buna göz yumurdu. Buna görə də ilk illərdə Yeonmi'nin ailəsi digərlərinə nisbətən daha tox idi. Amma Şimali Koreyada status daimi deyil. 2002-ci ildə atası qanunsuz ticarətə görə həbs olunur və cənnət bir anda cəhənnəmə çevrilir. Ailə düşmən elan edilir. Bütün əmlakları müsadirə edilir. Yeonmi danışır ki, aclıq o həddə çatmışdı ki, onlar çəyirtkələri, ağac qabıqlarını yeyirdilər. Xəstəxanaya gedəndə orada cəsədlərin üst-üstə yığıldığını, siçovulların ölüləri gəmirdiyini iddia edir. Bu təsvirlər o qədər dəhşətlidir ki, insanın qanı donur. Amma onun beynindəki böyük lider obrazını yıxan şey aclıq olmadı. Qəribədir, bunu da Hollywood etdi. Qaçaq yoldan gətirilmiş bir DVD, Titanic filmi. Yeonmi deyir ki, mən o filmə baxanda şoka düşdüm. Orada bir insan başqası üçün ölürdü. Partiya üçün yox, lider üçün yox, sadəcə sevdiyi qadın üçün. Bu onun üçün inqilab idi. O anladı ki, sevgi deyilən şey sadəcə liderə aid deyil və o gün qaçmaq toxumu onun beyninə düşdü. 2007-ci ilin qışı. Yeonmi 13 yaşındadır. Bacısı Önmi artıq qaçıb və ondan xəbər yoxdur. Atası xəstədir. Anası və Yeonmi çarəsizdirlər. Onlar qərara gəlirlər. Ya azadlıq, ya da ölüm. Gecənin qaranlığında donmuş Yalu çayının sahilinə gəlirlər. Qarşı tərəf Çindir. İşıqlar yanır. O işıqlar onlara ümid kimi görünür. Amma bilmirdilər ki, çayı keçmək azad olmaq demək deyil. Çinə keçən Şimali Koreyalı qadınların 90%-dən çoxu insan alverisinin qurbanı olur. Yeonmi Park'ın hekayəsinin ən travmatik hissəsi məhz buradır. O danışır ki, sahilə çıxan kimi onları bir insan alverisi qarşılayır. Həmin adam 13 yaşında Yeonmi'yə zorluq etmək istəyəndə anası özünü qabağa verir. Ona toxunma, məni götür, deyir. Bir uşaq üçün anasının gözü önündə zorlandığını görmək elə bir yaradır ki, heç vaxt sağalmır. Yeonmi və anası Çində əmtəyə kimi satılırlar. O illərlə qorxu içində yaşayır. Çin polisi onları tutsa, geri Şimali Koreyaya qaytaracaq. Geri qayıtmaq isə eydam deməkdir.
2 il. Düz 2 il onlar Çində xizlənirlər. Atası xərçəngdən ölür. Yonmi atasını güzlüçə bastırır. Və nihayət bir gün onlar qərara gəlirlər. Cənubi Koreyaya getməliyik. Amma birbaşa yol yoxdur. Yeganə yol Monqolistan üzərindən keçməkdir. Bu, ölüm yürüşü idi. Gobi səhrası. Mənfi 40 dərəcə şaxta. Bələdçilər onları tərk edir. Yonmi və anası bir qrup qaçqınla birlikdə ulduzlara baxaraq yol gedirlər. Ciblərində ülgəc gəzdirirlər. Əgər Çin polisi tutsa, özlərini öldürəcəklər. Səhranın ortasında, donmaq üzrə olanda Monqolistan əskərlərini görürlər. Diz çöküb yalvarırlar, bizi xilas edin. Və o an onların həyatı dəyişir. Monqolistan onları Cənubi Koreyaya təhvil verir. 3-cü hissə, Paris Hiltondan insan hüquqları müdafiəçisinə. Seul hava limanına enəndə Yonmi hər şeyin bitdiyini sanırdı. Amma əslində hər şey yeni başlayırdı. O, 15 yaşında heç bir təhsili olmayan, kapitalizmi anlamayan bir qız idi. Amma onda bir istedad var idi. Danışmaq və diqqət çəkmək. İlk vaxtlar o Cənubi Koreyanın məşhur televiziya şousu İndi gəlirəm verilişinə qatılırdı. Orada o, ailənin ərköy qızı obrazını yaradırdı. Hətta ona Şimali Koreyanın Paris Hiltonu ləqəbini vermişdilər. O vaxtlar o, eydamdan, aclıqdan çox Şimali Koreyadakı dəbdən, atasının pullarından danışırdı. Amma dünyanı o, 2014-cü ildə tanıdı. Dublin'də keçirilən One Young World Summiti. Yonmi Park kürsüyə çıxdı, əyində ənənəvi Koreya geyimi, gözlərində yaş. O hekayəsini danışanda zalda oturan yüzlərlə insan, dünya liderləri hönkür-hönkür ağlayırdı. O video internetə düşdü və bomba effekti yaratdı. 80 milyon, 100 milyon baxış. Yonmi Park bir gecədə Şimali Koreya əziyyətinin üzünə çevrildi. O 2015-ci ildə yazdığı Yaşamaq üçün kitabı bestseller oldu. Amma onu sevirdi. O zülmətdən qurtulan qəhrəman idi. BBC onu 100 qadın siyasına daxil etdi. Amma illər keçdikcə Yonmi'nin həyatında yeni bir səhifə açıldı. O, Amerikaya köçdü. Nüfuzlu Kolumbiya Universitetinə daxil oldu. Və məhz burada hekayənin tonu dəyişməyə başladı. 2020-ci illər. Dünya dəyişir, Amerika dəyişir və Yonmi Park da bu dəyişliyin mərkəzinə atılır. O artıq sadəcə Kim Jong-un'u tənqid etmirdi. O artıq Qərb təhsil sistemini, Vogue mədəniyyətini və Amerika solçularını hədəfə almağa başladı. Məşhur podkastlardan birində Joe Rogan'la söhbətində o şok edici bir iddia irəli sürdü. Mən Kolumbiya Universitetinə gələndə elə bildim ki, Şimali Koreyaya qayıtmışam. Onun dediyinə görə universitetdə ona klassik ədəbiyyatı, məsələn Jane Austen'i oxumağın irqiçilik olduğunu deyirlər. Tələbələrin hər sözdən inciyən, azad fikri boğan bir mühit yaratdığını söylədi. Şimali Koreyada insanlar məcburiyyətdən beyni yuyulmuş kimi davranırlar. Amma Amerikada insanlar bunu gönüllü edirlər. Bu cümlə Amerika sağcı medyası Fox News və mühafizəkarlar üçün göydən düşmə oldu. Yonmi Park bir anda MAGA hərəkatının sevimlisinə çevrildi. O, Zaman Qalarkən adlı yeni kitabını çıxardı. Bu kitabda o, Amerikanın gələcəyinin Şimali Koreyaya bənzəmək təhlükəsindən danışır. Amma bu yeni rol köhnə sualları yenidən gündəmə gətirdi. İnsanlar soruşmağa başladı. Bu qız həqiqəti deyir, yoxsa sadəcə diqqət mərkəzində qalmaq üçün auditoriyanın eşitmək istədiyini danışır. 5-ci hissə, şübhələr və ziddiyyətlər. Gəlin ədalətli olaq. Yonmi Parkın başına gələnlər dəhşətlidir və bunu heç kim inkar edə bilməz. Amma jurnalistlər və Şimali Koreya üzrə mütəxəssislər onun hekayələrini didiş-didiş etdikcə bəzi çatlar üzə çıxmağa başladı. Birincisi, onun atasının rolu. Cənubi Koreyadakı ilk çıxışlarında o varlı bir ailədən gəldiyini, atasının böyük imkanları olduğunu deyirdi. Qərb mediasında isə o, həddindən artıq yoxsulluq və aclıq hekayələrinə üstünlük verdi. İkincisi,
Qatar hadisəsi. Joe Rogan şounda Yonni iddia etdi ki, Şimali Koreyada elektrik olmadığı üçün insanlar qatarları arxadan itələyərək hərəkət etdirirlər. Düşünün, 100 tonluq qatarı insanlar itələyir, mütəxəssislər bunun fiziki cəhətdən qeyri-mümkün olduğunu və bunun açıq-aşkar bir şişirtmə olduğunu dedilər. Başqa bir məqam o iddia edir ki, uşaqlıqda küçədə hər gün cəsədlər görürdü. Lakin digər Hyesan sakinləri və qaçqınlar deyirlər ki, bəli, aclıq var idi, amma cəsədlərin küçələrdə qaldığı təsviri həmin dövr və həmin şəhər üçün şişirdilib. Tənqidçilər deyir ki, Yeonmi Park qərb tamaşaçısının fetişini doyuruq. Yəni qərbli insanlar Şimali Koreyanın nə qədər vəhşi olduğunu eşitmək istəyir, Yeonmi də onlara məhz bu qan və dəhşət pornosunu verir. Hekayə nə qədər qorxulu olsa, kitablar o qədər çox satılır. Podkastlara dəvətlər o qədər artır. Yeonmi özü isə bu ittihamlara belə cavab verir. Mən ingilis dilini yeni öyrənirdim, bəzi detalları səhv tərcümə ediblər. Üstəlik, mən uşaq idim, travma yaddaşımı qarışdırıb. Mən sağ qalan tək şahidəm. Siz istəyibinizdə oturub məni necə mühakimə edə bilərsiniz? Nəticə. Bəs sonda biz kimə inanmalıyıq? O balaca, zülmət dünyadan qaçıb işığa can atan qıza, yoxsa bugün Amerikanın siyasi oyunlarında rol alan hər kəlməsi ilə qalmaqal yaradan media ulduzuna? Bəlkə də hər ikisi eyni insandır. Bəlkə də azadlıq sadəcə xoşbəxt sonluq demək deyil. Azadlıq həm də səhv etmək haqqıdır. Həm də öz hekayəni istədiyin kimi danışma haqqıdır. Hətta bəzən o hekayəyə rəng qatsan belə. Yeonmi Parkın hekayəsində şişirtmələr ola bilər. Bəlkə də o, pul və şöhrət üçün bəzi həqiqətləri qurban verib. Amma dəyişməyən bir reallıq var. Şimali Koreya hələ də oradadır, qaranlıqdadır. Və orada milyonlarla Yeonmi hələ də xilas olmaq gözləyir. Əgər Yeonmi Parkın səsi nə qədər mübahisəli olsa da, dünyanın diqqətini o zülmətə yönəldə bilirsə, bəlkə də onun missiyası elə budur. Siz necə düşünürsünüz? Yeonmi Park cəsur bir qəhrəmandır, yoxsa sistemin yaratdığı bir layihə? Fikirlərinizi şərhlərdə gözləyirəm. İzlədiyiniz üçün təşəkkürlər. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Növbəti araşdırmada görüşənədək hələlik.